Fransa səsimizi dünyaya çatdırmağa imkan vermir. Partiyamız artıq 40 ildir müstəqillik uğrunda mübarizə aparır. Bu fikirləri Milli Məclisdə Fransız Polineziyasının dekolonizasiya hüququ, çağırışlar və perspektivlər mövzusunda keçirilən mətbuat konferansında bu ölkədən olan nümayəndə heyəti səsləndirib. Bakı təşəbbüs qrupunun və Azərbaycanın neokolonizmdən əziyyət çəkən xalqlara dəstəyini yüksək qiymətləndirən heyət COP29-da iştirak etmək niyyətində olduğunu vurğulayıb. Əlbəttə ki, Bakı təşəbbüs qrupu təkcə bizə, bizim ölkəmizə yox, müstəmləkə şəraitində yaşayan bütün ölkələrə dəstək verir. Mən hesab edirəm ki, onlar bu təşəbbüsləri davam etdirməlidirlər. Hazırda dünyada müstəmləkəçilikdən əziyyət çəkən bir çox ölkə var. Bakı təşəbbüs qrupunun həmin xalqları dəstəyini son dərəcə yüksək qiymətləndiririk. Hesab edirik ki, bu dəstək yaxın zamanda öz bəhrəsini verəcək. Belə bir məlumatımız var ki, COP29-da kiçik ada dövlətlərinin iştirakı ilə bağlı danışıqlara başlanılıb. Biz də öz növbəmizdə çalışacağıq ki, bu mühüm konferansda iştirak edərək qlobal səviyyədə ətraf mühitin qorunması təşəbbüslərlə öz töhfəmizi verək. Ümid edirik ki, buna nail ola biləcəyik.